Salam əziz balalar. Bugünkü dərsimizdə biz sizinlə yenə də samitlərin yazılışı ilə bağlı bir neçə tapşırığı yerinə yetirəcəyik. Yadınızdadırsa, ötən dərsimizdə bu tapşırıqlardan nümunələr yerinə yetirmişdik. Əminəm ki, bugünkü dərsdə də çətinlik çəkməyəcəksiniz. Nöqtələrin yerinə uyğun samitlər əlavə edin. Xanlıq sarayının qapısında 1-2 kəndli durmuşdu. Həyətdə də bir dəstə kəndli ucadan danışırdı. Bağçada yekə tut ağaclarının dibində 5-6 quzu otlayırdı. Həyətin küncündə, çardağın altında atlar ağaca bağlanmışdı. Aşpazxanadan qab-qacaq səsi gəlirdi. Növbəti tapşırığımıza baxaq. Nöqtələrin yerinə uyğun gələn hərfləri əlavə edin. Bulud, kərpic, rəqqas, qıtlıq, ağac. Bəs təşkil sözündə hansı hərf olacaq? Təşkil, qırıq, bayraqlar, palıd, nöqsan. Yəqin ki, hərfləri artırdıqca siz qaydaları xatırlayırsınız. Çəmənlik yoxsa nik? Bəli, çəmənlik. Qızğın, qızlar yoxsa qızlar? Bəli, düz tapdınız. Qızlar. Bax, burada biz lar, lər hissəcinin fərqli tələffüzünü görürük. Bazarlıq, məktəb. Digər tapşırığımıza baxaq. Verilmiş sözləri kök və şəkilçiyə ayır. Hansı sözdə KY əvəzlənməsi baş verib? Yəni sözləri oxuyaq. Köpəyə, körpəyə, kətəyə. Sözləri kök və şəkilçiyə ayıraq. Köpəyə sözünün kökü köpəkdir. Bu sözə ə şəkilçisi əlavə olunub. B bəndindəki körpəyə sözündə sözün kökü körpə və ona yə hissəciyi əlavə olunub. Kətəyə sözündə isə sözün kökü kətə və bu sözə də yə hissəciyi əlavə olunub. Hansı sözdə dəyişikliyi müşahidə etdik? Əlbəttə ki, bu A bəndindəki sözdür. Sözün kökündə artıq görürük ki, sözün son samiti K samitidir. Lakin ona ə saiti əlavə olunduğuna görə K-Y əvəzlənməsi baş vermişdir. Həmin sözün kökünə samitlə başlanan şəkilçiyi artırıb cümlədə işləd. Gəlin köpək sözünə samitlə başlayan şəkilçilər əlavə edək. Köpəklər, köpəkdə, köpəkdən. Fikir versəniz, bu halda heç bir dəyişmə baş vermir. Çünki köpək sözünə samitlə başlayan şəkilçi əlavə etmişik. Məsələn, cümləmiz belə ola bilər. Küçədə oynayan uşaqlar köpəklərdən heç qorxmurdular. Keçək növbəti tapşırığımıza. Onu da qeyd edin ki, bax bu tapşırıqda əgər yadınızdadırsa, biz L samiti ilə başlanan hissəciklərin sözlərə artırdığı halda baş verən, tələffüz zamanı baş verən dəyişikliklərdən söhbət gedir. Gəlin elə həmin qaydanı əsas tutaraq verilmiş tapşırığı yerinə yetirək. Buraxılmış şəkilçiləri əlavə etməklə atalar sözlərini tamamla. Yaxşılıq edən yaxşılıq tapar. Qırılmaz zəncir olan nədir? Bu dostluqdur. Düzdür, tələffüz zamanı dostluq desək də yazılışda mütləq dostluq olmalıdır. Torpağa əkdilər, göyərmədi. Nəyi? Pisliyi. Biz pislik desək də yazıda pislik yazırıq. Həmçinin burada biz KY əvəzlənməsi də görürük. Aclığı yoxsul çəkər. Acdığı desək də burada artıracağımız hissəcik lıq hissəciyidir. Lakin sonu Q samiti ilə bitdiyinə görə və həmin samitdən sonra sait şəkilçi gəldiyinə görə həmin hissəcikdə Q-Q əvəzlənməsini müşahidə edirik. Beləliklə, söz belə olacaq. Aclığı,
acılığı yoxsul çəkər. Atlı ilə piyadanın dostluğu tutmaz. L hissəciyi D kimi tələffüz olunsa da, yazıda mütləq L kimi yazılmalıdır. Bax, belə uşaqlar, bugünkü dərsimizdə bu tapşırıqla sona çatdı. Növbəti dərslərimizdə görüşərik. Hələlik.